Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə Puffy Fine ipi ilə bu əlcəyin toxunuşunu göstərəcəm. Deməli, Puffy deyil, Puffy Fine ipinin ölçülərinə uyğundur mənim toxuduğum. Siz bunu Puffy ipi ilə də toxuya bilərsiniz. Bu Puffy ipidir. Gördüyünüz kimi bunun ilmələri daha böyükdür. Ancaq mənim toxuduğum ilmələr daha kiçikdir. Siz əgər bunu, məsələn, mən bunu Puffy ipi ilə toxumaq istəsəm, bu şəkildə qolumun ölçüsünə uyğun götürürəm. Sayıram 2, 4, 6, 8, 9 ilmədə. 9 ilmə ilə toxudum. Ancaq Puffy Fine ipi ilə elədim. 14 ilmə iplə toxudum. Yəni ki, bunu toxuyanda bu ölçüləri siz nəzərə alarsınız. Bu demək əlcəyin Puffy Fine ipi ilədir. Deməli, istəyərdim, əlimdə də göstərim sizə. İstəsəniz, məsələn, mən istədim biraz sıx olsun, çox boş olmasın. Çünki naxış üstündə onda daha yaxşı görünür bu şəkildə. Siz istəsəniz, məsələn, bu qol hissəsini biraz daha uzun eləyə bilərsiniz və yaxud da daha qısa eləyə bilərsiniz. Ancaq mən özüm istədiyim ölçüyə uyğun toxudum bu şəkildə. Naxışı da bu şəkildə üstündə. Deməli, xanımlar, mənim bu toxuduğum, sizinlə birlikdə toxuyacağım. Başlamadan öncə istəyərdim ki, əgər kanalıma abunə deyilsinizsə, kanalıma abunə olasınız, bildirimləri aktiv edəsiniz, əl işlərimi ilk sizinlə paylaşmağı istəyərdim və fikirlərinizi bildirməyi istərdim ki, fikirlərinizi də bildirəsiniz. Bu şəkildə indi başlayaq əlcəyimizin toxunuşuna. Əlcəyimizi toxumaq üçün bizə belə Puffy ip lazımdır. Deməli, mənim toxuduğum əlcək Puffy Fine ipindən istifadə edirəm. Siz istəsəniz belə böyük ilməli ipdən də istifadə edə bilərsiniz. Puffy ipdir. Bu daha böyükdür. Mən bugün toxuduğumu əlcəyi belə Puffy Fine ipindən toxuyuram. Ölçüsünü fərqlidir. Çünki o böyük ilməlidir, bu kiçik ilməlidir. Ona görə də siz bu formada biləyinizi ölçürsünüz. Deməli, tam bir də bu çalışın ki, burada bu ilmələrdən sonra bir ilmənin arasını qayçı ilə kəsin, belə iplər var, arasını kəsin, böyüdün ki, burada artıq da ip olsun. Burada tam dibindən kəsilmiş olanda o sökülmə ola bilər. Ona görə də belə bu formada olsa yaxşı olar. Bu formada ölçürük belə. Və çox sıx olmasın. Bir az belə baxın, çıxartmaq mümkün olsun. Mənim biləyimə bu formada. Formada çıxıb girər. Buradan sayırıq. Burada işarə eləyirəm. 2, 4, 6, 8, 10, 12 və 14. 14 və ya 15 ilmə götürürük bu formada. Baxıram. Bəli, 14 ilmə mənim üçün yetərlidir. Bu şəkildə, bunu bu şəkildə götürürük. Daha sonra, deməli, bunu bu hissə fərqi yoxdur. Bu hissədən də götürmək olar, bu hissədən də.
Bundan önceki ipi bunun içinden çıkardırıq. Bunu bunun içinden çıkardırıq. Bunu bunun içinden. Bu şekilde 14 ilmeğinin hamısını birbirinin içinden geçirdik. Bu füfain ipi məsələn mənim ölçümə görə 14 ilmə oldu. 14 veya 15. Ancaq pufi ip belə deyil. Pufi ipin ilmələri daha böyük olduğu üçün onun ilmələrinin sayı daha az olacaqdır. Bu şekilde sona kadar ondan evvelki ipi geçirdiği içinden bu şekilde geçirdik. Sondaki ipi de bu şekilde bunun içinden geçirdim. Bu formada elədim ve bunu getirirəm. Bunun belə bağlayıram. İki şekilde bağlayıram. Tam sık şekilde bağladım. Bu şekilde. Deməli bunu düzəldirəm belə. Belə. Deməli bunu açıram. Bu mənə lazım olacaq. İndi bir hər bir ilmənin içindən bu şekilde gedirik. Bu 3 hissədən ibarətdir. Bu kənarı, ortası, bir də bu kənarı. Mən bu kənarından çıxardıram. Belə bu şekilde. İstəsəniz milçənin yardımından da istifadə edə bilərsiniz. Bu şekilde. Buradan çıxardıram. Belə. Buradan çıxardıram. Bu şekilde. Tam kenarından her boşluktan bir adet çıkartırıq. Bir daha ilmelerimizin sayını sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 14 ilme. Bu şekilde. Şimdi burada gördüğünüz gibi ipimiz buradadır. Bu sonuncudur. Ben sonuncu ilmeği salıram. Həmişə bu sonuncu ilmeği salacağım. Deməli, bu hissə bağladığımız hissədir. İndi buradan hər birinin içindən bu şekilde bir ilmek çıxardıram. Sona qədər bu formada gedirik. Bu şekilde. Dört ilmenin her birinin bir adet çıxardırıq. Çalışın ki her boşluktan bir ilme çıxardın. Arada ilmeler kalmasın. Gördüğünüz gibi sonuncu. Sonuncunun içinden çıkarttım. Her defa bunu takarım. Bu bize lazımdı. Bu sonuncuydu.
İndi bu bizim başlanğıcımızdır. Deməli, başlanğıcdan 1 2 və 3 ilmənin içindən çıxartdım. 3 ilmənin içindən. Daha sonra indi mən orta hissəsinə naxış qoyuram. Bu ilməni qoyuram bu ilmənin üstünə bu formada. Üstdəki sağa tərəf, altdakı sola tərəf. Bu formada qoyuram. Əvvəl üstdəkinin içindən çıxardıram. Daha sonra altdakinin içindən çıxardıram. Daha sonra tam əksini eləyirəm. Bunu qoyuram bunun üstünə. Əvvəl altdakinin içindən çıxardıram. Altda elədim. Daha sonra sırada gələn ilməni üstdəkinin içindən. Bu formada elədim. Bu tərəfə, bu tərəfə. Daha sonra sona qədər bu şəkildə hər birinin içindən bir ilmə çıxardıram. Bu şəkildə. Gəldik sonuncunun içinə çatdıq. Sonuncu ilməni çıxardıram, bir üstdəkinə salıram. Daha sonra yenə də bu sonuncudur. İtirməmək üçün siz nəsə bir sancaq və yaxud da bir ip nəsə bağlaya bilərsiniz. 1 2 3 gördüyünüz kimi 3 ilmə. İndi burada bu naxış qoyduğumuz yerə çatdıq. Bu naxış qoyduqlarımızı da eyni formada gedirik. Düz gedirik. Bu sıranı deməli birinci sıranı düz toxuduq. İkinci sıranı naxış qoyduq. Üçüncü sıranı yenə də düz toxuyuruq. Üçüncü sıranı yenə də düz toxuyuruq. Bunu yadınızdan çıxartmayın ki, bunun bu əlcəyin ikinci hissəsi toxunmalıdır. Yəni ki, saylar bərabər olsun. İndi bu sancaq olan yerə qədər, yəni başlanğıcdan sancaq olan yerə qədər üçüncü sıranı dümdüz toxuyuruq. Dümdüz. Yəni heç bir naxış qoyulmur. Gəlib çatdıq sona. Deməli sonda bir daha sancağı bura bağlayırıq. Deməli birincini düz toxuduq, ikinciyə naxış qoyduq, üçüncünü düz toxuduq. İndi sırada naxış qoymaqdır. Yenə də 1 2 və 3 ilməmizi düz toxuduq. İndi naxış qoyuruq. Bunu qoyuruq bunun üstünə. Öncə sıradan gələn ilməklə üstdəkini toxuyuruq. Daha sonra altdaki ilməni toxuyuruq. Bunu toxuduq. Daha sonra bunu qoyuruq bunun üstünə. Bu formada. Öncə altdakini toxuyuruq. İndi altdakini toxuyuruq. Altdakini toxuduq. Sırada gələn ilməni götürürük. Üstdəkini toxuduq. Bu formada. Bu tərəfə, bu tərəfə. İndi sancaq vurulan yerə qədər hər bir ilmənin içindən yalnız bir ilmə çıxardırıq. Bu şəkildə hər bir ilmənin içindən bir ilmə çıxardırıq. Bu şəkildə gəldik, çatdıq. Sonuncudur. Sonuncunu bir daha sancağı buradan çıxardırıq, taxarıq bura. İndi bu sıranı yenə də düz toxuyuruq. Düz toxuyuruq. Deməli 5-ci sıradır. 5-ci sıranı da düz toxuyuruq. Sıraların sayını yadınızdan çıxartmayın. Bax, naxışları da düz toxuyuruq. Naxış qoymuruq.
Bu hissədə bir sırada naxış qoyuruq, bir sırada düz toxuyuruq. Heç bir naxış qoymuruq. Sancaq olan yerə qədər bu şəkildə toxuyuruq. Ara vermədən toxuyuram ki, sizin üçün heç bir qaranlıq nöqtə qalmasın. Gördüyünüz kimi sonuncunu toxudum. Sonuncunu toxudum, bunu çıxardıram, bura taxıram. İndi bu sırada yenə də 1, 2 və 3. Deməli, bu sırada naxış qoyuram. Bu şəkildə öncə üstdəkinə, daha sonra altına. Bu tərəfə eləyirəm. Əvvəl altdakindən çıxardıram. Daha sonra bu şəkildə. Sona qədər düz gedirik. Gəldik, sona qədər çatdıq və bu sancağı çıxardıb bura taxıram. Bu şəkildə. İndi bu sırada düz toxuyuruq. Heç bir naxış qoymuruq. Deməli, cüt sıralarda naxış qoyuruq. Tək sıralarda cüt sıralarda naxış qoyuruq, tək sıralarda düz toxuyuruq. İndi 6-cı sıradır. 7-ci sıra. Bir dəqiqə. 1, 2, 1, 2, 3, 4, 5, 6, 7-ci sıradayıq. Sıranı unutmayın. Daha yaxşı olar ki, siz birincini toxuyanda yanınıza kağız qələm qoyun. Əlcəklərin ikisində ölçüsü eyni olmaq üçün, sıraları eyni olmaq üçün bir kağız qələm qoysanız yanınıza, hər sıranı toxuduqca yazın. Sizin üçün heç bir çətinliyi olmasın. Gəldik, çatdıq bura. Buradan çıxartdım, taxdım bura. İndi bu sırada mən naxış qoyacağım. 1, 2, 3'ünü toxuyuram. Daha sonra bunu qoyuram bunun üstünə. Bu şəkildə. Daha sonra bunu qoyuram bunun üstünə. Siz istəsəniz, əgər məsələn, tutaq ki, bunu belə toxudunuz. Əvvəl bunu toxuyub, sonrakına da bunu toxuya bilərsiniz. Ancaq mən çox adam təzə öyrəndiyinə görə mən əlimlə düzəldib daha sonra toxuyuram ki, sizin üçün qarışıqlıq, heç bir qarışıqlıq olmasın bu formada. İndi sona qədər dümdüz toxuyuruq. Gəldik, sona çatdıq. İndi mənə elə gəlir ki, əlimizə taxıb bu sonuncudur. Sonuncunu taxdım və ilməmi çıxardıb buradan keçirdirəm. İndi ola bilər ki, məsələn, sağ əlimə keçirdim mən bunu bu formada. Sağ əlimə keçirtsəm, siz bunun uzunluğunu istədiyiniz uzun, daha da belə uzun eləyə bilərsiniz, belə. Onda bir neçə ilmədə toxumalısınız. Yox, əgər belə
normal eləmək istəyirsinizsə, və yaxud da elə adam ola bilər ki, desin ki, mən daha da gödək istəyirəm. Bu hissəsini daha da balaca istəyirəm. Bu sizin istəyinizdən asılıdır. Mənim üçün bu qədər yetərlidir. Bu qədər. Əgər siz bunu sağ əliniz üçün toxuyursunuzsa, və naxışı tam ortaya düşür. Gördüyünüz kimi tam ortaya düşür. Sağ əliniz üçün toxuyursunuzsa, deməli, buradan sağ əliniz üçün toxuyanda bu ilməni bundan əvvəlki ilməni bunun içindən bu formada keçirdirsiniz. Bu şəkildə. Tək əllə mənə çək. Bu şəkildə. Keçirdiniz, bu tərəfə elədiniz. Gördüyünüz kimi. Belə. Bu şəkildə eləyirsiniz. Əgər sol əliniz üçün eləyirsinizsə, mən sizə hər iki formasını, bura qədər eyni qaydada toxunur. Hər iki əlcəyin hər iki hissəsi bu şəkildə toxunur. Ancaq bu tərəfdən qoydum, gördüyünüz kimi. İlmənin yerini buradan qoydum. Əgər sol əliniz üçün toxuyursunuzsa, bax, gördüyünüz kimi sancaq olan yerdən, yenə də burada naxış olan hissəni düz əlinizin orta hissəsinə eləyirsiniz. Gördüyünüz kimi tam ortasına. Bu şəkildə eləyirsiniz. Deməli, bu formada sol əlinizi eləyirsinizsə, deməli, nə eləyirsiniz? Bax, gördüyünüz kimi. Bunu sancaq olanı keçirdirsiniz bunun içindən, bu formada. Görürsünüz, bu şəkildə. Deməli, bu tərəfdə sağ əlimizə eləyiriksə, bu tərəfdən işarə qoyuruq. Sol əlimizə vururuqsa, bu hissədən. Deməli, əlinizi vurursunuz əlcəyə, baxırsınız, barmağınız harda olacaq, barmaq hissəniz. Bu hissədən də qoyursunuz barmağı keçirtmək üçün, bu şəkildə. Solda buradan, sağda isə bu hissəyə düşür. İndi mən bunu sizə asan olsun deyə, sizə rahat olsun deyə hər ikisini çalışacağım ki, göstərəm. İndi mən bu hissədə işarə elədiyimi açıram. İlk növbədə sol əl üçün toxuyuram. Sol əl üçün toxuyuram. Bu sancaq olan hissəni bir daha göstərirəm sizə. Deməli, baxaq neçə sıra toxumuşuq. 1, 2, 3, 4, 5, 6, 7 sıra toxumuşam. 8-ci sıradayım. Deməli, 8-ci sırada nə edirəm? 8-ci sıradayıq. Bunun içindən çıxıb. Deməli, 8-ci sıradayıq. 8-ci sırada indi bir dəqiqə. Biraz qarışıqlıq oldu. Bunun içindən keçirirəm. Ondan əvvəlkinin içindən bu formada keçirdim. Deməli, barmaq yeri qoyuram mən buradan. Daha sonra demək, sırada gələn ilmələrimi eləyirəm. 1, 2, 3. 3 ilməni bir-birinin içindən keçirdirəm. Sırada gələn üst hissəyə keçmək üçün. Bunu 1, 2, 3. 3 ilmə ayırıram. İndi buradan davam eləyəcəm. İndi bu 3 ilməni bunun içindən keçirdirəm.
Bunu bir daha göstərirəm. Sancaq olan, sizə qaranlıq heç bir şey qalmasın deyə. Bu bizim sonuncumuzdur. Sonuncumuz. Buradan indi biz barmağımız üçün, baş barmağımız üçün yer qoyuruq. Ona görə də bu sonuncunu, bu ilk ilməmizi sonuncuya keçirdirik. Bu şekilde. Keçirdik. Daha sonra keçirdik. Daha sonra sırada gələn ipimizdən gələn ilmələri sayırıq. Sırada gələn ilmələrimizi sayırıq. 1, 2, 3. 3 ilməmizi götürürük. Demək, bunu bunun içindən keçirtdim. Bunu bunun içindən keçirtdim. Bu formada. Deməli, üçüncünü gətirirəm. Gətirirəm üçüncünü. Bunun içindən keçirdirəm. Bu keçirdiklərim ilmələr var. Bunu keçirdirəm buradan. Sırada gələn ilmədən. Bunu da keçirdirəm bunun içindən. İndi bax, gördüyünüz kimi. İndi burada düz ilmələr toxunur. Hər birinin içindən bir keçirdirəm. Keçirdirəm. Gedirəm. Bu formada. İndi 8-ci sıramdır. Demək, bir daha sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu sıradayıq. Doqquzuncu sıra. Naxış qoymuruq. Yadınızda saxlayın. Tək sıralarda naxış qoymuruq. Naxışı cüt sıralarda qoyuruq. Qarışıqlıq yaranmasın deyə yadınızdan çıxartmayın. Gəldik, çıxdıq sonuncuya. Sonuncu ilməyimizə. Demək, sonuncu ilməyimizin içindən də çıxardırıq. Bu şəkildə. Bu işarəni sancağı çıxardıb qoyuruq, vururuq bura. İndi burada bu barmaq yeri olanlar var ha. Bunların hər birinin içindən, 2 dənənin içindən, hər birinin bax, bu kənardan belə ilmə çıxardırıq. Gördünüz. İndi sıramızı davam elətdiririk. Bu şəkildə. Gəldik. Deməli, gəldik, bura çatdıq. Deməli, indi naxış qoyuruq. Bunu qoyuruq. İndi keçdik 10-cu sıraya. Sancaqdan sonra 10-cu sıraya keçdik. İndi gəlirik. Bir daha bu formada qoydum. Bunu bunun içindən bir daha bunu bu tərəfə qoyuruq, bu naxışı da. Burada da öncə altdakinin içindən çıxardıram. Daha sonra burada əlimlə saxlayıram ki, qarışıqlıq düşməsin. Daha sonra bunun içindən çıxardıram. Daha sonra sıradakinin üsttəkinin üstündən çıxardım. Bu formada. İndi sona qədər dümdüz gedirəm. Gəldik, sonuncuya çatdıq. Bu da bizim sonuncumuz. Bu şəkildə. İndi naxışı qoyduq. İndi sırada
11-ci sırada neyinirik? 11-ci sırada düz toxuyuruq. Hər birinin içindən bu şəkildə bir ədəd bu şəkildə çıxardırıq. Naxşı olan hissələrdən də çıxardırıq. Düz çıxardırıq. Bu şəkildə gəlik çatdıq. 12-yə. Deməli, indi mən əlimə taxıram əlcəyimi. İstəsəniz siz biraz da gen toxuyun ki, rahat olsun. Əlinizdə daha rahat toxusun. Və gördüyünüz kimi düz ortaya düşür, orta hissəyə düşür naxış. Mənə elə gəlir ki, qolunun uzunluğu, məsələn, siz qısa eləsəniz, mənim elədiyim sıranı azalda bilərsiniz. Bu şəkildə. Və gördüyünüz kimi barmağımı da saldım. İstəsəniz, məsələn, bu barmaq hissəsində 2 yox, 3 ilməni belə eləyə bilərsiniz. Sizin barmağınız daha da qalın olarsa, məsələn, bu hissədə 2 yox, 3 eləyə bilərsiniz. Bu şəkildə. İndi mən bunu bir neçə sırada toxuyacağım. Bu şekilde. Bir, iki. İndi burada bir dənə artım elədiyimizə görə bu hissə biraz qalındı. Mən burada bu barmaq hissəni eləyəndə bir ilmə yox. Deməli, sonuncudan sonra 1, 2, 3, 4. 4 dənə saydıq. Daha sonra bunu yenə də. Hər dəfə mən göstərirəm ki, sizin üçün ara vermədən mən bunu, bu sıranı, bu əlcəyin bu birincisini toxudum. Çünki istəmirəm ki, sizin üçün nəsə bir qaranlıq qalsın. Yenə də bunları belə qoyuram. İlk öncə altdakını çıxartdım içindən. Daha sonra növbəti ilməni üstdəkinin içindən çıxartdım. Deməli, bu tərəfə gedəndə birinci üstdəkindən çıxardıram. Sonraki ilməni altdakindən. Bu tərəfə gedəndə birinci ilməni altdakının içindən çıxardıram. İkinci ilməni üstdəkinin içindən çıxardıram. Və burada düz formada gedirəm. Bu formada düz gedirəm. Sona qədər gedirəm. Gəldim. Sona çatdım. Bu sonuncudur. Sonuncudan çıxartdım, bura taxdım və davam eləyirəm. Bu sıranı düz toxuyuram. Bundan öncəkini düz toxuyuram. Bu formada hər birinin içindən bir ilmə çıxardıram. Bu şekilde. Gelip sona çatıram. Sonuncu. İndi deməli bunu düz toxuyuruq. 1 2 3 və 4. 4'ünü toxudum. Daha sonra sıranı düz toxuyuram.
şekilde. Yok. Bağışlayın. Bundan əvvəlkini düz toxudum. Bunu nakış koyuram. Koydum. Bu hissiye de koyuram. Bu şekilde. Sona kadar bunları düzələyirəm. Siz istediğiniz parmağınızın hansı hissəsinə qədər istəyirsiniz, ora qədər düz toxuyursunuz. Bu şəkildə. Deməli, xanımlar, əlimizə keçirdirik. Sona gəlib çatdıq. Əlimizə keçirdirik bu formada. İndi mən bunu bir sıra daha toxuyuram, bir sıra daha toxuyuram. Neçə sırada indi bunu sayıb sizin üçün. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15-ci sıradayıq. Deməli mən bunu 15 sıra toxuyacağam. 15 sıra. Sonuncuya gəlib çatmışıq. Demək bundan əvvəl naxış qoyduq. Bir sıranı daha, sonuncu sıranı çalışın ki düz toxuyun. İndi bu sıranı da düz toxuyuram. Düz toxuyuram. Bu formada hər birinin içindən bir dənə çıxardıram. Bu şəkildə. Bu şekilde her birinin içinden bir tane çıkardıram. Geldik sona çattık. Ve bu da sonuncumuzdu. Sonuncunu da içinden çıkarttım. Ve sonuncumuzdu. Şimdi sonuncu kalır burada. Burada sancaq buradadır. İndi biz bunu bağlama edirik, bağlayırıq. Deməli, sonuncumuz budur. Yox, ilk sonuncumuz budur. İp olan tərəf. Bu ilk ilməmizdir. İlk ilməmizdən sonraki ilməni, ikinci ilməni keçirdirik. İlk ilməni birinci ilmənin içindən. Daha sonra ondan sonraki ilməni keçirdirik onun içindən. Ondan sonraki ilməni keçirdirik onun içindən. Ondan sonraki ilməni keçirdirik onun içindən. Bu şəkildə sona qədər və belə. Hər birinin içindən bu şəkildə bir-birinin içindən keçirdirik. Gördüyünüz kimi və bundan sonraki ilməni keçirdirik bunun içindən bu şəkildə. Bundan sonraki ilməni gətiririk bunun içindən çıx. Bu şəkildə gördüyünüz kimi bu şəkildə gəldik, sona çatdıq. Sonuncunu da toxuduq. Daha sonra bu sonuncudur. Demək bundan sonraki ilmənin arasını belə açdım bu şəkildə. Bunu buradan artıq kəsirəm. Kəsdim. Keçirdim bunu. Bu ipi bunun içindən keçirdirəm. Bu şəkildə gördüyünüz kimi. Daha sonra bu sancaq bizə lazım deyil. Bunun içindən keçirdim. Daha sonra bundan əvvəlki ilmənin içindən bu şəkildə və gördüyünüz kimi keçirdirəm. Bunu buradan keçirdim.
Daha sonra buradan keçirdim. Bunu bu şekilde bağladım. Bunu daha sonra deməli eyni renkli sapla içindən keçirdərək burada gizləyirəm bunu. Daha sonra yaxşı olar ki bunu öz rəngində olan bir sapla tikək. Tiksəniz heç bir təhlükəsi olmaz. Mən əsasən elə eləyirəm, tikirəm və bu şəkildə burada eləyib iynə sapla tikirəm. Daha sonra bu baş tərəfini də eləyirəm burada. Burada gizlin eləyib bu hissədən, alt hissədən tikirəm. İndi bu bizim oldu. Necə? Sol əlimiz, sol. İndi bu şəkildə. Gördüyünüz kimi naxışı da tam ortaya düşüb. İndi biz sağ əlin əlcəyini də deməli buradan sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 sıra barmaq yerinə qədər toxuyursunuz. Bir daha sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Ola bilər siz daha uzun eləyəsiz. Bu hissəsini barmaq hissəsinə qədər daha uzun eləyəsiz. Məsələn, mən 8 sıra toxudum. 8 sıra toxuyuruq. Deməli, sağ əlin barmaq hissəsini necə qoymaq lazımdır? O hissəsini də birlikdə toxuyaq. Deməli, 8 sıra, məsələn, birinci sıranı düz toxuyursunuz, ikinci sıraya naxış qoyursunuz, üçüncü sıranı düz toxuyursunuz, dördüncü sıraya naxış qoyursunuz. Deməli, tək sıraları düz toxuyursunuz, cüt sıraları naxış qoyursunuz. Mən sizə daha asan formada necə eləmək lazımdır deyirəm. Bu formada toxuyuruq. Gəlirik. Barmaq yerinə çatanda barmaq yeri 8 sırada toxuyuruq. 8-ci sırada mən sizə 8-ci sıradan sonra barmaq yerini necə qoymaq lazımdır onu da göstərirəm. Daha sonra davamını birlikdə toxuyuruq. Bu şəkildə. Deməli, əlcəyin ikinci tayını, ikincisini toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 sıra toxudum. 8 sıra toxudum. 8-cinin tutardım. İndi keçirəm 9-cu sıraya. Bu 8 sıranı toxumuşam 9-cu sırada. Deməli, bu əlcəyimin bu hissəsindən qoymuşdum. Baş barmağın bu hissəsindən idi. Bu əlcəyimin bu hissəsindən qoymalıyam. Deməli, burada baş barmağım belə olmalıdır. Burada baş barmağım naxış üstünə düşdüyünə görə bunun sağ, sol bilinir. Əgər tam sadə toxsaydım, sağın solun heç bir fərqi olmazdı. Amma indi üstünə naxış qoyulduğuna görə sağın solun fərqi var. Bax, burada gördüyünüz kimi buradan sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 burada bitir. Deməli, 9-cu sıra gələndə mən bu barmaq çıxartmaq üçün yer qoymuşdum. İndi burada 9-cu sıraya gələndə nə edirik? Demək, gəlirik, bu hissədə qoyuruq barmağı. Deməli, sol əldə burada qoymuşduq. Burada 3 toxuyu, burada necə toxumuşduq? Deməli, burada bu hissədə qoymuşduq. Deməli, bitəndən sonra bunu qoymuşduq. Bu barmaq izlərini 1, 2. Deməli, ikisi bu kənardan qalmışdı. İkisini də buradan bir ədədin artırmışdıq. Bu şəkildə. İndi bunda burada qoymuşduq. Bunu burada qoyuruq. İndi ona görə də mən ikincinin 8 sıra toxuduqdan sonra sizə göstərəcəm. Deməli, burada bu hissədə qoymuşduq.
İndi ancaq buraya toxuyuruq, gəlirik, buradan naxışı qoyuruq, keçirik bu tərəfə. Barmağımız bu hissədədir. Ona görə də burada qoyuruq. İndi ona görə bura gələnə qədər toxuyuruq. Deməli, burada düz şəkildə toxuyuruq. Naxış qoymuruq bu sırada. Bu şəkildə gəldik. Sona qədər gəlirik. Bu hissə. Deməli 1 2. Bax burada gördüyünüz kimi naxışla bunun arasında 2 ilmə var. Burada da. Deməli naxışdan sonraki ilmə, naxış olan ilmə, naxışdan sonra 1 2 ilmə toxuyuruq. İndi burada barmaq yeri qoyuruq. Barmağımız üçün nə edirik? 1 2 3. 3 ilməni ayırırıq. Deməli bu gələn ipdir. Burada biz 1 2 toxuduq. Deməli nə edirik? Bu ipdən gələn ilmələrimizdir. Bu ilməni götürürük. Bu sırada gələn ilməmiz budur. Ondan sonraki ilməni götürürük. Onun içindən çıxardırıq. Daha sonra o biri ilməni də götürürük. Onun içindən çıxardırıq. Bu formada çıxartdıq. Bu şəkildə. Və gəlirik növbəti burada. Bunun içindən deməli bunun bu hissəsini bu hissəyə eləməliyik. Bunun bu hissəsini bu hissəyə eləməliyik. Deməli bunu buradan çıxartdıq. 1 2 1 2 Deməli nə edirik? Naxışı bitirdik, bunu toxuduq. Bu ikinci ilə üçüncü var sırada. Bunu bunun içindən bu formada keçirdirik. Bu formada gedir bu tərəfə. Gördüyünüz kimi barmağın işarəsidir. Deməli birini toxuduq, ikincini, üçüncünü ikincinin içinə keçirtdik. Daha sonra bu yuxarıdakı ilməni bunun içindən çıxartdım. Çıxardandan sonra deməli çıxartdım. Bu şəkildə barmaq yeri qoydum. Bir daha sizə göstərim. Görünür ki, biraz mən də qarışdırdım. Deməli, bu 4 naxışdır. 4 naxışı da sadə şəkildə toxudum. Düz şəkildə toxudum. Daha sonra ondan gələn 2 dənə buradakı kimi 2 dənə toxumalıyam, düz toxumalıyam. Birincini toxudum. İkincini toxumamışdan əvvəl üçüncünü ikincinin içindən keçirtdim. Bu şəkildə barmaq üçün yer qoydum. Bunun kimi yer qoydum. Daha sonra sırada gələn ilməni ondan sonra onun içindən çıxartdım. Bu şəkildə. İndi buradakı boşluq hissəsini toxumaq üçün deməli bu ilməni, sırada gələn ilməni bunun içindən çıxartdım. O biri ilməni də onun içindən çıxartdım. Bu şəkildə toxudum. 2 ədəd toxudum və bunun içindən çıxartdım. Bu şəkildə. Toxudum. Belə. Çıxartdım. Daha sonra sırayla hər birinin içindən bu şəkildə çıxardıram. Sancağı çıxardıb bura taxıram və sırayla gəlirəm. Bu şəkildə toxudum. Gəldim bura. İndi
Bundan əvvəl düz getmişdim. İndi 9-cu sıranı düz getmişdim. 10-cu sıradayım. 10-cu sıranı naxış qoyuram. Qoydum. Bunu bunun üstünə qoyuram. Sırada gələn ilməni bu şəkildə qoydum. Daha sonra yenə də sırayla düz gedirəm. Düz gedirəm. Gəldim bura çıxdım. Gəldim bura çatdım. Demək burada nə etmişdim? Deməli sırada gələn ilməni burada 2 ilmə qoymuşdum. Sırada gələn ilmənin kənarından bunu çıxartdım bu şəkildə. Və o birisi ikincisinin də içindən bunu çıxartdım. Deməli burada mən bir ilmə bu şəkildə azaltma eləmişdim. Ancaq burada 2 ilmə artırdım. Çünki əlimizin bu hissəsi enli olduğuna görə bu hissəsi ona görə 1 yox 2 ilmə artırdım. Bu şəkildə. Deməli 2 ilmə oldu. 1 ilmə yox, 2 ilmə oldu. Daha sonra sırayla bir də gəlirik. Gəldik və gəlib sona çatdıq. Sonda bunu çıxardıb bir daha bura çalırıq. Bu şəkildə. Və gəlirik. Gəldik. Dediyimiz kimi deməli tək sıraları düz toxuyuruq. Cüt sıraları naxış qoyuruq. İndi burada naxış qoyuruq. Düz toxuyuruq. Bundan əvvəl naxış qoyduq. İndi düz toxuyuruq. Bu formada. Bu şəkildə gəldik bura çatdıq. Burada 2 ilmə çıxartmışdıq. Bu 2 ilməni içindən çıxardırıq bu şəkildə. Gəldik bura çatdıq. Bura çatdıq. İndi burada dediyimiz kimi deməli bundan sonra 3 ilmədən sonra naxış qoyurdu. Ancaq burada 3 ilmədən sonra burada naxış burada 1 2 3 4 burada 3 ilmədən sonra qoyuruq. Burada da deməli 1 2 3-cü ilmədə 3-cü, 4-cü ilmələr nədir? Barmağımızın artırma yeridir. Bu formada gəldik. Gəldik. Sona çatdıq. Bir daha bura gəlirik. Gəldik. Və neyinirik? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12-ci sıradayıq. 12-ci sırada neyinirik? Naxış qoyuruq. Cüt sıralarda naxış qoyuruq. Tək sıralarda düz toxuyuruq. Naxışımızı qoyduq. İndi düz formada gedirik. Deməli burada da
Artıq barmaq yerini toxuduqdan sonra sadə qaydada toxuyuruq. Deməli, qoy deyim. Bu hissəni qoyduqdan sonra 1, 2, 3, 4, 5 və 6 sıra toxumuşuq. Bir daha. Deməli, 1, 2, 3, 4, 5, 6-cı sıra. 1, 2, 3, 4, 5, 6 sıra toxumuşuq. Deməli, buradan sonra 6 sıra toxuyuruq. 1, 2, 3. Elə sizin yanınızda toxuyum. Sizin üçün çətinlik olmasın deyə. Sona qədər bunu da toxuyaq. Heç bir sizin üçün qaranlıq nöqtə qalmasın. Çətinlik olmasın. Bu şəkildə toxuyuruq, gəlirik. Burada düz formada toxuyuruq. Burada naxış qoymuruq. Burada bunu davam elətdirməyə də bilərəm. Yəni ki, artıq barmaq yeri qoyulub. Ancaq mən istəyirəm ki, sona qədər sizin üçün tam şəkildə toxuyum. İndi burada yenə naxış qoyuruq. Bu şəkildə. Burada ilməmiz qalmışdı boşda. Çalışın, onu diqqətdən yayınmasın. Toxuduqca belə baxın arxasına. Arada ilmələr qalmasın. Bunu da belə qoyuruq. Bildiyiniz kimi. Düz toxuyuruq. Çatdıq. Deməli, bunu indi üst-üstə qoyuruq. Deməli, bir neçə sırada toxumalıyıq. Davam edirik. Düz toxuyuruq. Heç bir naxış qoymuruq bu sırada. Bu sıranı toxuyum. Deməli, bir də sayaq. Görək neçənci sıradayıq. Sıranı saymadım deyə. Gəldik, çatdıq. Deməli, indi sayırıq. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15'i. 15 sıra toxuduq. Burada baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 sıra toxumuşam.
deməli sayaq. Deməli 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Altıncını da toxuyaq. Deməli 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Deməli bitirməliyik. Burada da 7'dir, burada da. Gəldik. Sona çatdıq. Sonuncu ilməmiz budur. Sonuncu ilməmiz budur. İndi buradan başlayırıq. Buradan başlayırıq. Deməli bu ipimizdir. Yenilik buradan başlayırıq bu şəkildə. Bunu bunun içindən keçirdirik. Bunu bunun içindən bu şəkildə. Bu formada geldik, çatdıq sona. Buradan çıxardırıq. Deməli bundan sonraki ilməni kəsirik və bu hissəni bunu da bunun içindən çıxartdıq və sonuncunun içindən bu ipi keçirdirik. Bunun arxasının ipini keçirdik. Daha sonra bunun bu hissəsindən bu şəkildə elədik. Daha sonra gəldik. Bu şəkildə. Daha önce dediğim kimi deməli bunu bu tərəfdən, arxa tərəfdən iç hissəsindən, arxasından belə eləyirik. Bir neçə keçirdirik. Daha sonra buradan tikirik. İç hissəsindən tikirik. Daha sonra belə. Bunu daha sonra tikirik. Bu baş tərəfində eləyirik. Bu şəkildə. Deməli, hamılar. Bu mənim oldu sağ əlim. Sağ əlimə keçirdirəm. Belə gördüğünüz kimi bunu da keçirdirəm sol əlimə. Bu şekilde gördüğünüz gibi belə. Deməli hamılar belə. Əgər əl işimi bəyəndinizsə beğenmeyi, like etmeyi, fikirlerinizi bildirmeyi unutmayın. Deməli, yeni el işlerimdə nələri görmək istəyərdiniz? O fikirlərinizi də bilmək istəyərdim. Hər hansısa bir təklifiniz varsa, toxumağımı istədiyiniz
nəsə bir ürəyiniz istəyən bir şey varsa fikrinizi bildirin. Sizin fikirləriniz mənim üçün önəmlidir. Deməli, xanımlar, bəyənməyi, zınqrov işarəsini aktiv etməyi unutmayın. Abunə olmağı unutmayın. Yeni işlərimdə görüşmək üzrə. Hələlik.